Mətnə əsasən Ağamüsün Ağayevə aid deyil. Bakı şəhərində dünyaya gəlmişdir. Bu doğru fikirdir. Mətnin giriş hissəsində qeyd olunur ki, Biləcəri kəndində anadan olmuşdur. Balıq sənayesinə mühüm sərmayə qoymuşdur. Bəli, bu da doğru fikirdir. Mətnin 3-cü abzasında onun balıq sənayesinə sərmayə qoyması qeyd olunub. Yalnız neft sənayesi üzrə kapital qoyuluşu həyata keçirmişdir. Bu cavabımız bu olacaq. Niyə görə? Çünki yalnız neft sənayesi deyildi. Elə baylıq sənayesinə sərmayə qoyması da üçüncü fikri inkar edir. Deməli, təkcə neft sənayesi üzrə kapital qoyulması bizim düzgün cavabımızdır. Bir sıra tikililərin yaradılmasında rolu olmuşdur. Bəli, tikililərin burada adı çəkilir. Misal üçün İsmailiyyə binasının e, o təsis etmişdi. Daha sonra əzəmətli yaşayış binaları, köhnə mərkəzi postun binası onun pulu ilə tikilmişdi. Azərbaycan iqtisadi həyatına mühüm rol oynamış milyonçudur. Bu da mətnə əsasən doğru fikirdir.